Fiqurların sahəsi mövzusunda digər bölmə, paralleloqram və rombun sahəsi. Bunlara baxalım. Birinci sual, iti bucağı 30 dərəcə olan romb və kvadratın sahələri bərabərdir. Rombun perimetrin, kvadratın perimetrin nisbətini tapın. İti bucağı 30 dərəcə olan rombun sahəsi. Rombun sahə düsturu a kvadratı vurulsun sinus alfa. Yəni, alfada 30 dərəcə olduğuna görə olacaq a kvadratı vurulsun 2-də 1. Yəni, a kvadratı bölünsün 2. Və deyir ki, rombun perimetrin, kvadratın perimetrin nisbətini tapın. Bir də kvadratın sahəsi ilə bərabərdir. Bir də kvadrat sahəsi götürək. Misal üçün b kvadratı, tərəfi b olan. O zaman deyir ki, a kvadratı bölünsün 2 bərabərdir b kvadratına. Yəni, rombun tərəfi a-dır, kvadratın tərəfi də b-dir. A kvadratı bərabərdir 2b kvadratına. Kök alsaq hər tərəfdən. A bərabərdir b vurulsun kök 2. İndi, rombun perimetri 4a bölünsün kvadratın perimetri 4b. 4'lər ixtisar gedər. A bölünsün b. A-nı b-yə böləndə a-nın yerinə də b vurulsun kök altda 2 yazsaq bölünsün b. B-lər ixtisar gedir. Qalır kök 2 bölünsün 1. İkinci sual. ABCD paralleloqramında BD diaqonalının uzunluğu 6 kök 3'tür. Çəkək bir dənə paralleloqram. Və diaqonalı. Bu paralleloqramımız və diaqonalımızı da çəkdikmi tam oldu. Bilmirik, böyük diaqonaldır, kiçik diaqonaldır. Paralleloqramda BD diaqonalının uzunluğu. BD deyirsə, yəqin ki, kiçik diaqonaldan söhbət gedir. Niyə kiçik diaqonal deyirəm? Təkim bunu da adlandırmaya görə. Böyük də ola bilər, bəlkə adlandırmanı səhv edirəm. ABCD. BD diaqonalının uzunluğu 6 kök 3'tür. DC tərəfi ilə 60 dərəcəlik bucaq əmələ gətirir. Bura 60'dır. DC'nin uzunluğu 6 olarsa paralleloqramın sahəsini tapın. Bu diaqonalı hələ ki buradan silək. İndi, bura 60 dərəcədir. Burada 6 kök 3'tür. Biz buradan istifadə edib, məsələn, bu tərəfi tapa bilərik. Kosinüs teoreminə görə və ya başqa nə edəyəm. Məsələn, buradan bir dənə perpendikular çəkərəm. Belə də deyə bilərik. Perpendikular çəkəriksə, bura 60-dırsa, bura olur 30. 30'dur, 60'dır. 90'ın qabağındakı 6'dısa, 30'un qabağındakı olacaq 3. Onda bura olacaq, 60'ın qabağındakı olacaq 3 kök 3. Bunu niyə tapdıq? Çünki S bərabərdir. Diaqonal vurulsun, həmin diaqonal çəkilmiş hündürlük. Bundan da gedə bilərik. Bərabərdir. Diaqonalı 6 kök 3'tür. Vurulsun diaqonal çəkilmiş hündürlük 3 kök 3. Bu da bərabərdir. 6 vurulsun 9 eləyəcək. Çünki kök 3, kök 3, 3 eləyir. 3 də burada 9, 6'ya da vurduq. Cavab eləyəcək 54. Üçüncü sual. Paralleloqramın tərəfi 4 və 6'dır. Onun kiçik hündürlüyü 3'dürsə böyük hündürlüyü tapın. AHA bərabərdir BHB-yə. Tərəfi 4, 6'dırsa kiçik hündürlüyü böyük tərəfə çəkilən hündürlükdür. Yəni, 4 vurulsun HA bərabərdir 6 vurulsun 3 olmuş olur. HA bərabərdir 6 vurulsun 3 bölünsün 4. Bu da eləyəcək 4,5. Yəni, hər zaman böyük tərəfə çəkilən hündürlük kiçikdir, kiçik tərəfə çəkilən hündürlük daha böyükdür. Cavab eləyəcək 4,5. Dördüncü sual. Paralleloqramın hündürlükləri 6 və 16'dır. Onun böyük tərəfinin 24 cm olarsa. Demək, böyük tərəflə kiçik hündürlüyü vururuq bir-birinə. Yəni, böyük tərəfə çəkilən hündürlük kiçikdir, kiçik tərəfə çəkilən hündürlük də böyükdür. 6 vurulsun 24 bərabərdir 16 vurulsun, tutaq ki, bir dənə A yazaq. Və A bərabərdir 6 vurulsun 24 bölünsün 16. 24 ilə 16'nı 8'e ixtisar edərik. Burada qalar 3, burada qalar 2. 6 ilə də 2'ni ixtisar edərik. 3, 3'ü də 3'ə vurduq. 9. Tərəfi 21, 5-ci sual. Tərəfi 21 və hündürlüyü də 14 olan rombla eyni sahəli kvadratın tərəfini tapın. Tərəfi 21 hündürlüyü 14'dürsə S bərabərdir. 21 vurulsun 14. Və bu, başqa bir kvadratın tərəfi A olan kvadratın sahəsi ilə eynidir. A kvadratı. O zaman A kvadrat 21 vurulsun 14'sə A bərabərdir. Kök altında 21 vurulsun 14. Yəni, bunu da parçalayıb yazsaq, 7 vurulsun 3, 7 vurulsun 2 yazsaq, A bərabərdir. 2 dənə 7 var, biri çıxacaq kökdən. 3 vurulsun 2 də qalır kökün altında, yəni
7 kök 6. 6-cı sual, tərəfi 2 olan kvadratın ştrixlənmiş hissəsinin sahəsini x ilə ifadə edin. Eləyək. Parallelogram alınır burada bir dənə. Çünki bura x-dirsə, demək qarşı tərəfləri həm paralel, həm bərabərsə, digər tərəfi də həm paralel, həm bərabərdir. Onda paralelogramın sahəsi s bərabərdir AH-dan istifadə edək. Oturacağı x olaraq A-nı x-ə də perpendikulyar, yəni hündürlük çəkməyimiz üçün kvadratın bu tərəfindən istifadə edirik. Bax, bu olur h. İndi h da 2-dir. O zaman s bərabərdir 2 vurulsun x olacaq. Sahəmiz də budur. 7-ci sual. 7-ci sual da eyni sualdır. Orada x eləyəcək. Elələr başdan. Cavab x. 8. Tərəfi 26, hündürlüyü 13 olan rombla eyni sahədə kvadratın tərəfini tapın. Biraz əvvəlki sualdandır. Yəni a kvadratı bərabərdir 26 vurulsun 13. Çünki rombun tərəfi ilə hündürlüyü sahəni verir. Rombla eyni sahədirsə a kvadratı bərabərdir 26 vurulsun 13-ə. A bərabərdir kök altında 26 vuraq 13. Bunu da yazaq 2 vurulsun 13 vurulsun 13. 13 çıxır kökdən, 2 qalır kökdə. 13 kök altında 2. Keçdik digər suala. 9-cu sual. Paralelogramın sahəsi 24-dür. Böyük tərəfi isə 6-dır. Kiçik hündürlük ilə böyük tərəfə çəkilmiş hündürlükdür. H-nı soruşur. 6 vurulsun H-a bərabərdir 24. H-a bərabərdir 24-ü böldük 6-ya 4. Ondan sonra 10-cu sual. Sahəsi 18, kiçik tərəfi isə 9-dur. Böyük hündürlüyü, yəni kiçik tərəfə çəkilən hündürlük böyük hündürlük olduğuna görə elə 18-i 9-a bölürük, 2 edir. Tərəfi 12, kör bucağı 150 olan rombun sahəsini tapın. Kör bucağı 150-dirsə, o demək ki, iti bucağı 30-dur. Və rombun sahə düsturu s bərabərdir a kvadratı sinus alfa olduğuna görə 12-nin kvadratı vurulsun sinus 30, o da 2-də 1 eləyəcək. Yəni, kör bucağı 150-dirsə, iti bucağı 30-dur. Buradan istifadə edilir. Sinus 30 da 2-də 1-dir. 144-ü də 2-yə böləndə 72 eləyəcək. Ondan sonra 12 eyni sualdır. Kör bucağı 150, demək iti bucağı 30 götürür. Tərəfi 13-cü sual. Tərəfi A sahəsi a kvadratı bölünsün 2 olan rombun iti bucağını tapın. İndi s bərabərdir a kvadratı vurulsun sinus alfa və bu bərabər olub a kvadratı bölünsün 2-yə. A kvadratlarını ixtisar etsək sinus alfa bərabərdir 2-də 1. Bu da 30 dərəcə olanda mümkündür. Tərəfi A sahəsi a kvadratı kök 2 bölünsün 2 olan rombun kör bucağını tapın bu səfər deyir. İndi s bərabərdir yenə a kvadratı sinus alfa və bu bərabərdir a kvadratı kök 2 bölünsün 2. A kvadratı ixtisar 7. Sinus alfa bərabərdir kök 2 bölünsün 2. Nə zaman olur bu? Alfa 45 dərəcə olanda. İti bucaq 45-dirsə, kör bucağı 180-dən 45 çıxırıq, 135 dərəcə olacaq. 15. Rombun tərəfi onun diaqonallarının həndəsi ortasıdır. Bu nə deməkdir? Buradan yazıram. Rombun tərəfi A, diaqonalların həndəsi ortasıdır. Həndəsi orta, ədədləri bir-birinə vururuq, kökün altına salırıq və sayı olur kökün dərəcəsi. Bu deməkdir bu. Rombun iti bucağını tapın. 15-ci suala baxırıq. Hər tərəfi kvadratda yüksəltsək, a kvadratı bərabər olacaq D1 vurulsun D2-yə. İndi bilirik ki, rombun sahə düsturları 1, a kvadratı vurulsun sinus alfadır. Bir də 2D1, D1 vurulsun D2-dir. İndi D1 vurulsun D2-nin yerinə də a kvadratı yazsaq, olacaq a kvadratı vurulsun sinus alfa bərabərdir. 2D1 a kvadrat, a kvadratları ixtisar etsə, qalacaq sinus alfa bərabərdir 2D1-ə. O zaman alfa bərabərdir 30 dərəcə. 16. Bucaqlarının nisbəti 1-5 tərəfi də A olduğunu bilərək rombun sahəsini tapın. Bucaqları 1-5 nisbətindədirsə, demək biri alfadırsa, biri 5 alfadır. Topladıq, bunları 180-ə bərabərlədir. Çünki qonşu bucaqlardırlar. 6 alfa bərabərdir 180 olanda alfa bərabərdir 30 dərəcəyə. Tərəfi A olduğunda və bucağı da 30 dərəcə olduğunda s bərabərdir a kvadratı sinus 30. Bu da bərabərdir a kvadratı vurulsun 2-də 1. Yəni D bəndi. 17-ci sual. Hündürlükləri 3 və 4-ə, perimetri də 28-ə bərabər olan, buradan bir yer açın. Demək yazıram, HA məsələn bərabərdir 3-ə, HB bərabərdir 4-ə və perimetri 2 vurulsun, A üstə gəl B bərabərdir 28-ə.
Və buradan da A üstəgəl B bərabərdir 14 yazırıq. İndi də bilirik ki, AHA bərabərdir BHB-yə. Yəni 3A bərabərdir 4B-yə. Və buradan biz A-ya 4K, B-yə də 3K yazsaq, gətirib burada yerinə yazsam, 4K üstəgəl 3K bərabərdir 14-ə, 7K bərabərdir 14-ə, K bərabərdir 2-yə. K 2-dirsə, A bərabərdir 8, B bərabərdir 6 olmuş olur. O zaman 3A, yəni 3 vurulsun 8 bərabərdir 24 və ya 4 vurulsun 6 bərabərdir 24 olur. 18. Paralleloqramın tərəfləri AB, sahəsi isə kökçü AB-yə bərabər olarsa, iti bucağını tapın. Demək, paralleloqramın sahə düsturu A vurulsun B vurulsun sinus alfadır və bu bərabərdir A vurulsun B, kök altda 2 bölünsün 2. AB-ləri ixtisarləsək, qalacaq sinus alfa bərabərdir, kök 2 bölünsün 2-yə. Yəni, alfa bərabərdir 45 dərəcə olmuş olur. 19-cu sual. ABCD paralleloqramında AB 6-dır, AC 8-dir. Paralleloqramımızı çəkək bu şəkildə. Məsələn. A, B, C və bu da olsun D. AB 6-dır, AC diagonal 8-dir. AB tərəfinə qədər məsafə D-dən AB tərəfinə qədər məsafə, tutaq ki, bunu deyirik. Burada 7-dir. Bizə deyir ki, D-dən AC-yə qədər olan məsafəni tapın. Sahə düsturları 1, bu perpendikulyardır. S bərabərdir AH-a və ya D1 vurulsun HD1. Bundan istifadə edilir. Yəni 7 vurulsun 6 bərabərdir 8 vurulsun buna HD1 deyək. 8 vurulsun HD1. Bizdən HD1 istəyir. HD1 bərabərdir 7 vurulsun 6 bölünsün 8. Yəni ixtisar eləsək, burada 4, burada da 3, 2 ixtisar eləmək. 21 bölünsün 4 və ya 5 tam 4-də 1 və ya 5 tam %25-ci cavablardan hansı verilibsə. Növbəti sual. 5 tam 4-də 1 şəklində verilib. Cavab 20. ABCD paralleloqramında AB 12, AC 16-dır. Eyni sualdır. Yazmıram bunu artıq. Eyni sualdır. Eyni tip sual yəni. Sadəcə rəqəmlər fərqlidir. 21. M nöqtəsi ABCD paralleloqramının AB tərəfini AM 18, BM 14 olan iki hissəyə ayırır. Yəni, çəkək burada bir paralleloqram. Rahat-rahat görək. Bu da paralleloqramımız. Adlandırıram. A, B, C və D. AB tərəfini M nöqtəsi AM 18, BM 14 olaraq iki hissəyə bölür. Tutaq ki, burada. Bu M olsun. Bu 18'dir, bu da 14'dür. AMD üçbucağının sahəsi. İndi MD-ni də birləşdirsək, birləşdirdim MD-ni də. Bunun sahəsi neçədir? 126'dırsa, CBD üçbucağının sahəsini tapın, paralleloqramın sahəsinin yarısı deməkdir. Artıq bu. Bunu da birləşdirsəm, belə. Burada artıq üçbucağın sahə xassəsindən istifadə edə bilərik. Buna S1 deyək, buna da S2 deyək. Görürsünüz, bu üçbucaqda ABD üçbucağında bu parça, DM parçası, qarşı tərəfi 18-14 olaraq iki hissəyə bölür. Onda bu üçbucaqların sahələri nisbəti S2 bölünsün S1. Elə 14 bölünsün 18 nisbəti. Yəni, bu da S2 bölünsün 126 deməkdir. S2 bərabərdir. Forma kimi yazım, sonra ixtisar edərəm. 126 bölünsün 18. 18 elə 126 18-ə bölünür. 126-nı 18-ə bölündə 7 düşəcək. 7-ni də 14-ə vuranda edəcək 98. Burada oldu 98. O zaman 98, bu da 126. Toplayırıq bunların ikisini bir yerdə. 126 üstə gəl 98. Bu da edəcək demək 224. Bu olur bizim soruşulan yerin sahəsi, yəni CBD-nin sahəsi ilə ABD-nin sahəsi ilə eynidir. Növbəti sual 22. M nöqtəsi ABCD paralleloqram AB tərəfini 18-də eyni sualdır. Özünüz yazarsınız. 23-cü sual. M nöqtəsi ABCD paralleloqramın AB tərəfini bu nisbətdə bölür. Biraz əvvəlki suallara oxşuyur. Tərəfin müəyyən bir nisbətdə bölünməsi. Paralleloqramımızı çəkək. Çəkdik.
İndi bu xəttlərlə də bu bölgüləri göstərək. Demək, AM 3-4 isə təxminən bura düşər və BMD də olacaq deyə bunu da çəkdik. İndi A, M, B, C və D. İndi deyir ki, AM-in BM-ə nisbəti 3-ün 4-dədir. Yəni, bura 3K, bura 4K-dır. Paralogramın sahəsi 84, ümumi sahə 84-dürsə, onda bura eləyir 42, bura da eləyir 42. Və bizdən BMD-nin sahəsini istəyir. Buna S1, S2 deyək. Eyni nisbətdə bölünəcəyinə görə S1 bölünsün S2 də 3, 4, daha doğrusu 4, 3 nisbətində olduğuna görə toplayırıq bunları. Yəni, bu səfər buna belə eləyək. S1 bərabər 4M deyək, S2 bərabər də 3M deyək. İndi K-dan istifadə etmişik orada. İkisinin cəmi edir 7M. Və 7M bərabərdir 42-yə, M bərabərdir 6-ya. O zaman S1 bərabərdir 4 vurulsun 6, 24. S2 bərabərdir 3 vurulsun 6, 18. Bizdən də BMD-ni istəyir, yəni bu 24 olaraq. 24-cü sual. M nöqtəsi ABCD paralogramın AB tərəfini eyni tip sualdır. Sadəcə burada üçbucağın sahəsini veribdir. Paralogramın sahəsini soruşur. Tərsdən soruşur. Yazaq. Paralogramımızı çəkək. Bu bizim paralogramımız olsun. Ondan sonra xəttlərlə də bu bölgüləri aparaq. 2-3 nisbətində deyirsə, aşağısı daha kiçikdir. Bunu da birləşdirək. A, M, B, C və D. AM-in MB-yə nisbəti 2-3-dür. 2K, 3K yazdıq bura. Sonra AMD-nin sahəsi 24-dür. 24-ü bölürük 2-yə. Bizdən haranı istəyir? Paralogramın sahəsi. 24-ü bölürük 2-yə. 12. 3-ə vururuq. Burada elədi 36. İndi bu ikisini toplayırıq. 24 ilə 36-nı topladıq, elədi 60. 60-dırsa, buranın da sahəsi 60-dır. Çünki paralogramın yarısıdır. Və o zaman ümumi paralogramın sahəsi 60-ın da 2 misli 120. Keçdik digər suala. 25. Rombun perimetrinin onun diagonalları cəminə olan nisbəti kök 3 olarsa, yazaq. Rombun perimetrinin, 25-ci sual, yəni 4A-nın, diagonalları cəminə D1 üstə gəl D2-yə nisbəti bərabərdir kök 3 olarsa, onun iti bucağını tapaq. Məcbur kvadrata yüksəltməliyik. 16A kvadratı bölünsün D1-in kvadratı üstə gəl D2-nin kvadratı üstə gəl 2D1 D2 bərabərdir 3-ə. Rombda belə bir qayda var. D1-in kvadratı üstə gəl D2-nin kvadratı bərabərdir 4A kvadratı. Bunun yerinə 4A kvadratı yazacaq. Bu 1. Sonra rombun sahə düsturları 2D1 D1 D2 bərabərdir həm də A kvadratı vurulsun sinus alfaya. 2-yə vursaq hər tərəfi D1 vurulsun D2 bərabərdir 2A kvadratı vurulsun sinus alfa. Bir də 2-yə vururam. Burada olacaq 2D1 D2 bərabərdir 4A kvadratı vurulsun sinus alfa. İndi bax bu 2D1 D2-nin yerinə də bunu yazırıq. 4A kvadratı sinus alfa. Gətirim yazım indi. 16A kvadratı bölünsün 4A kvadratı üstə gəl 4A kvadratı sinus alfa bərabərdir 3-ə. 16A kvadratı aşağıdan 4A kvadratını mötərizə xaricinə çıxartsam. Burada qalır 1 üstə gəl sinus alfa bərabərdir 3-ə. A kvadratı və 16 ixtisar getdi, qaldı burada 4. Buradan davam edək. 4 bölünsün 1 üstə gəl sinus alfa bərabərdir 3-ə. Çarpaz vursaq 4 bərabərdir 3 üstə gəl 3 sinus alfa. Və 3 sinus alfa bərabərdir 1-ə, sinus alfa bərabərdir 3-də 1-ə. İndi bizdən alfanı soruşduğuna görə tərs trigonometrik funksiyadan istifadə edirik. Arc sinus 3-də 1-ə. Yəni cavab D-bəndir. Davam edirik. 26. Sahəsi 6, diagonalların uzunluqları cəmi 8 olan rombun tərəfini istəyir bizdən. İndi yazaq buradan. Demək, diagonallar nə qədərdırsa, D1 vurulsun D2 bölünsün 2 bərabərdir 6. Yəni, D1 vurulsun D2 bərabərdir 12. Diagonalların uzunluqları cəmi. D1 üstə gəl D2, bu da bərabərdir 8. D1 D2 bərabərdir 12. Əslində, Fagor teoremi də bu. 6 ilə 2-dir.
D1 bərabərdir 6, D2 bərabərdir 2 olanda olur. Bizdən rombun tərəfini istəyir. Deyirik ki, D1'in kvadratı üstə gəl D2'nin kvadratı bərabərdir 4A kvadratı. 36 üstə gəl 4 bərabərdir 4 vurulsun A kvadratı. Yəni 40 bərabərdir 4A kvadratına, A kvadratı bərabərdir 10'a. A bərabərdir kök 10'a. Mən burada bunu şifahi tapdım. Normalda bunu kvadrata yüksəldib, daha doğrusu əvəz edib D1 bərabərdir 8 minus D2 getirib burada yazıb kvadrat təmlik ala bilərik. 7 öyrənib deyə elə birbaşa yazdım. Normal açıq sual olsa belə yazmaq olmaz. 26. 26'ını dedik. 27. Sahəsi 24 diagonal uzunluqları eynidir. Özünüz yazarsınız. Rombun diagonalları 3-4 ədədlərlə mütənasibdir. Rombun sahəsi 150 olarsa kiçik diagonalın uzunluğunu tapaq. Demək, D1 bərabərdir 3K-ya, D2 bərabərdir 4K-ya. S də bərabərdir 2D1, D1, D2 və 150. Yəni 2D1, 3K vurulsun 4K bərabərdir 150'ye. 4 ilə bunu ixtisarladık 2. 6K kvadratı bərabərdir 150 olanda K kvadratı bərabər olur 25'e və K bərabər olur 5'e. K 5'dirsə, o zaman D1 3K idi, olur 15. D2 4K idi, bu da olur 20. Bizdən də kiçik diagonal istəyir 15. Tərəfi 10 diagonalların nisbəti 3-4 kimi olan rombun sahəsini tapaq. Buradan bir yer açın. Tərəfi 10'dur deyir. Yəni A bərabərdir 10, D1 bölünsün D2 də bərabərdir 3'ün 4'ə nisbəti. Yəni D1 bərabərdir 3K, D2 bərabərdir 4K. Rombun sahəsini tapın. İndi bilirik ki, D1'in kvadratı üstə gəl D2'nin kvadratı bərabərdir 4A kvadratı olduğuna görə 9K kvadratı üstə gəl 16K kvadratı, bunların qiyməti yerinə yazanda bərabərdir 4 vurulsun 10'un kvadratına. 25K kvadratı bərabərdir 100'e, daha doğrusu 4, yəni 4 vurulsun 100'e, 400'e. K kvadratı bərabərdir 16'ya, K bərabər olur 4'e. K 4'dürsə, D1 bərabərdir 3K olduğuna görə 12, D2 bərabərdir 4K olduğuna görə 16 və sahə bərabərdir 2D1, D1, D2 olduğuna görə 2D1, 12 vurulsun 16. Bu da İxtisar elədik 8. 8 də 12 vuranda 96. Yəni bu oldu 29. sual. S bərabər 96. Tərəfi 5 diagonalın nisbəti 3-4 olan bunu artıq yazarsınız. Sahəsi 31. sual. Sahəsi 6 kök 3 olan ABCD paralelogramında AB 2 kök 3'dür, BAC də 30. Peki görək söhbət nədən gedir? Parallelogram. Aha. Deyir ki, adlandırım A, B, C və D. Ha. Sahəsi S bərabərdir 6 kök 3. ABCD paralelogramında AB 2 kök 3'dür. Aha. B, A, C. Diagonal çəkməliyik hətta bir dənə. Diagonal da çəkdik. AC diagonalı. Bura 30 dərəcədir. Bizdən AC diagonalın uzunluğunu istəyir. Tapaq. Bura məsələn biz elə D olaraq desək. Bilirik ki, paralelogramın sahəsi 6 kök 3 də diagonal olan sahəni yarıya bölür. S bərabər olur burada 3 kök 3. Burada 3 kök 3. İndi bu üçbucağın sahəsi 3 kök 3'dür. Üçbucağın tərəfi var, bucağı var, digər tərəfi var. Demək, 3 kök 3 bərabərdir. 2D1, 2 kök 3 vurulsun D. Vurulsun sinüs 30. Yəni 2'də 1 AB sinüs alifaya görə yazırıq. Kök 3'lər və 2'lər ixtisar getdi. Demək 3 bərabərdir. D vurulsun. Sinüs 30 da 2'də 1'dir. O zaman D bərabərdir. 3 vurulsun 2 yəni 6. AC diagonal uzunluğu 6 olur. 32. sual. Tərəfi 4 olan rombun diagonallarının fərqinin modulu 6'dır. Yazırıq. Tərəfi 4'dür. A bərabərdir 4.
Diagonalların fərqinin modulu. D1 çıxılsın D2-nin modulu bərabərdir 6 olarsa rombun sahəsi. Bizə hasilləri lazımdır diagonalların tapaq. Mötərizəyə alıb kvadrata yüksəldirik. O zaman alınır nə? D1'in kvadratı üstə gəl D2'nin kvadratı çıxılsın 2 D1 D2 bərabərdir 36. Bilirik ki D1'in kvadratı üstə gəl D2'nin kvadratı 4A kvadratıdır. A'nın da qiymətinin yerinə yazılır 4 vurulsun 4'ün kvadratı yəni 64 olur. Bu ikisinin yerinə 64 yazırıq. Çıxılsın 2 D1 D2 bərabərdir 36. Və buradan alırıq ki 2 D1 D2 bərabərdir 64'dən 36 çıxırıq 28. D1 D2 bərabərdir 14'ə. S də bərabərdir 2 D1 D1 D2 olduğuna görə ona yerinə 14 yazan 14'ü 2'ye böləndə edəcək 7. 33-cü sual. Sahəsi 48 olan ABCD paralelogramın A və V bucaqlarının təməlini DC tərəfi üzərində M nöqtəsində kəsir. Yazaq. Paralelogram. Bunu da çəkdik. A və B bucaqlarını o zaman belə adlandıraq. A, B, C, D. A ilə B-nin tənbölənləri gəlir DC üzərində, CD üzərində kəsişir. Tutaq ki, belə bir şey alır. Burada bilirik ki, bu tənbölən olduğuna görə bura həmişə perpendikulyar olur və bunlar da bir-birinə bərabərdir. Alfadırsa, burada alfadır, betadırsa, burada betadır. Hər zaman keçərlidir bu. İndi sahəsi 48'dir. S bərabərdir 48'ə. A, bura M'dir. A, M, C, B. Burada bir dənə 4 şey alınır. 4 bucaqlı trapesiyadır. Bunun sahəsini bizdən istəyir, tapaq. Ne dedik? Dedik ki, əgər bunlar tənbölən olarsa, burada kəsişibsə, tərəf üzərində kəsişibsə, bura S1, buna S2, buna S3 desək, deyirik ki, birincisi S1 bərabərdir, S2 üstə gəl S3, o da bərabərdir ümumi sahənin yarısı. Ümumi sahəsi 48 desə, bu da bərabərdir 24'dür. Demək, bunun sahəsi 24'dür, bu 1. Sonra da bu tənbölən olduğuna görə bu xətlər BM və AM də tənbölən olduğuna görə bura A, bura A, bu A'dırsa bu da A olmuş olur, bura 2A olmuş olur. Belə olan halda S2 bərabərdir S3, o da bərabərdir S1 bölünsün 2 və ya böyük S bölünsün 4 olmuş olur. 24 olduğuna görə 24 bölünsün 2 edəcək 12. Yəni bunun sahəsi 12'dir, bunun sahəsi də 12'dir. O zaman A, M, C, B'nin sahəsi 24 ilə 12'ni toplayırıq. 24 üstə gəl 12 edəcək 36. Sonra 34. A və B bucaqlarının təməlinin eyni sualdır da artıq da onu demirəm. 35-ci sual. ABCD paralelogramında çəkək bir dənə paralelogram. Daha bir format çəkək ki, rahat əldə edə bilək. Çəkdim bir dənə paralelogram şəkildə. Sonra deyir ki, DK tənböləndir, çəkdik. Təxminən belə. Və bu tərəflə birləşib A ilə. Buradan bir dənə perpendikulyar var tərəfdə. Bunu da özüm çəkim, çünki lazım olacaq bizə. İndi bura oldu A, B, C, D, K, M. Bu da olsun, tutaq ki, bir Y nöqtəsi. İndi, deyir ki, bu tənböləndir. Bura alfa-dırsa, bura da alfa-dır. Bu 90'dırsa, mən bura beta desəm, alfa ilə betanın cəmi 90 olduğuna görə, bura alfa-dırsa, bura da 100% betadır. KM 6'dır. KM 6'dırsa, burada kongruent üçbucaqlar əmələ gəlir. Görürsünüz, KD tərəfi və onun üçün 2 bucaq. Digər üçbucaqda da KD tərəfi və onun üçün 2 bucaq. Bir-birinə bərabərdirsə, kongruent də var. Buradakı alfanın qabağındakı 6'dırsa, buradakı alfanın qabağındakı da 6'dır. Və AKD üçbucağının sahəsi 54'dür verim. AD tərəfinə bir dənə X desəm, 6 vurulsun X bölünsün 2 bərabərdir 54 olmuş olur. Bunlar ixtisar getdi, qaldı burada 3. 3X bərabərdir 54'dürsə, X bərabərdir 18 olur. İndi bizdən də BC-ni istəyir. Bilirik ki, paralelogramın qarşı tərəfləri həm paraleldir, həm də bərabərdir. 18 isə bu da 18'dir. 36 da onun kimidir. Eyni tip sualdır. 37. Perimetri 12,
Kör bucaq təpəsindən çəkilən hündürlükləri kök 3 və 2 kök 3 olan paralleloqramın iti bucağının dərəcə ölçüsünü tapın. Çəkirik. Paralleloqram. Deyir ki, perimetri 37-ci sual. Perimetri 12-dir. Kör bucaq təpəsindən çəkilən hündürlükləri 2 dənə hündürlüyün ikisini çəkirik. Biri budur. Biri də təxminən budur. Biri kök 3'dür. Biri 2 kök 3'dür. Paralleloqramın iti bucağının dərəcə ölçüsünü tapın. Bura A'dır. Burada B desək. A üstə gəl B vurulsun 2 bərabərdir 12. Yəni A üstə gəl B bərabərdir 6. O zaman deyə bilirikmi? B vurulsun kök 3 bərabərdir A vurulsun 2 kök 3. Kök 3'lər 7 və B bərabərdir 2A'ya. Yerinə yazsaq. A üstə gəl 2A bərabərdir 6'ya. 3A bərabərdir 6'ya. A bərabərdir 2'ya. A 2'dirsə B nədir? B də 4'dür. Bizdən nə istəyir? İti bucağının dərəcə ölçüsünü tapın. İndi bura oldu 2. Bu 2'dir. Bu kök 3'dürsə sinüs alfa olaraq yazıb hesablaya bilərəm. Sinüs alfa bərabərdir. Qarşı katet bölünsün hipotenuz. Kök 3 bölünsün 2. Nə zaman olur bu? Alfa 60 dərəcə olanda. Və yaxud da ki, belə düşünək. Pisagor terimini yazacaq. Pisagor terimində bura olacaq 1. 4'ün, yəni A kvadratı çıxsın kök 3'ün kvadratı. Bura deyir 1. Bura 1, bura kök 3'dürsə, bu da 2'dirsə, demək ki, bura 30 dərəcədir ki, 30'un qarşısındakı katet hipotenuzun yarısıdır. Bu 30'dursa, bu da olur 60. İki cür də yaza bilərik. Ondan sonra 38. Eyni tip sualdır. Görürsünüz, sadəcə kök 2 ilə verildi bu səfər. 39. Paralleloqramda A bucağının tənböləni BC tərəfini K nöqtəsində kəsir. Çəkək bir dənə paralleloqramımız və tənböləni. Paralleloqram. 39'a baxardıq. A, B, C və D. A bucağının tənbölənidir. A bucağının tənböləni BC tərəfinin K nöqtəsində kəsir, kəsdi. Bu da olsun K. İndi bucağa 30'dur. Onda 15-15 bölünür. KC 6'dır. Bura. AKCD trapesiyasının orta xətti 13'dür. Bunu belə çəksək, bu da 13'dür. Onda bizdən nə istəyir? Paralleloqramın sahəsini istəyir. Tapaq bunu da. O zaman bu 13 bura 6'dırsa, bura mən x desəm. X üstə gəl 6 bölünsün 2 bərabər olur 13'ə. Trapesiyanın orta xəttinin xassəsi. X üstə gəl 6 bərabərdir 26'ya, x bərabərdir 20'yə. Burada oldu 20. Bu 20'dirsə bu olur 14. Və bu tənböləndirsə 37 deyə 15-15 olanda çarpaz olduğuna görə burada 15'dir və bərabər yanlış bucaq alındı. Burada 14'dür. Bizə də deyir ki, paralleloqramın sahəsini tapın. S bərabərdir. AB sinüs alfa. A var, B var, alfa var. 14 vurulsun 20 vurulsun sinüs 30. Yəni 14 vurulsun 20 vurulsun 2'də 1 edəcək 140. Sahə oldu 140. Sonra növbəti sual. 40. ABCD paralleloqramında eyni şeydir də. Bucaq B 150'dirsə demək ki 30'dur. AD 25. Eyni tip sual. 41'ə baxaq. Paralleloqramın hündürlükləri 6 kök 3 və 8. Onlar arasındakı bucaq 60 dərəcədir. Çəkirəm. Bir də paralleloqram çəkək. Hündürlüklərini çəkək. Bu bir hündürlüyü. Bu da ikinci hündürlüyü. Aha. Deyir ki, 6 kök 3 və 8'in hansı böyükdür, hansı kiçikdir? Araşdırmaq. 6 kök 3, kök altında 36 vurulsun 3 yazsaq, bu edəcək 108. Bu da 64 demək, bu daha böyük. Yəni, bura 6 kök 3, buna 8 yazırıq. Bunlar arasındakı bucaq 60 dərəcədir. Paralleloqramın sahəsini soruşur bizdən, tapalım. Nə edə bilərik? Bu 60'dırsa, bu ikisi bir də 90'da, onda bura olur 30. 30'dursa, bura 90'dırsa, bura olur 60. İndi 60'ın qabağındakı 6 kök 30'un qabağındakı edir 6. 90'ın qarşısındakı edir 12. Bu 12'dirsə, burada olur 12. Və S bərabərdir AH.
Yani 12 vurulsun 8, 96. Şəkildəki 42-ci suala baxırıq. Şəkildəki ABCD paralleloqramının AB tərəfi üzərindəki Y nöqtəsi D və C nöqtəyə birləşdirilir. Hündürlüyü, paralleloqramın hündürlüyü ADY, DYC və müsbət sahələridir. Bölündüyü, mən hündürlüyü oxuyuram. Tamam. S1'in S2'ye nisbəti 1,3'dür. S3 də 12'dir. İndi buna ait biraz əvvəl də bir sual, bir neçə sual yazdım. Biraz daha böyük çəkim burada bu şəkildə. Dedik ki, burada alınan sahə bu ikisinin cəminə bərabərdir. İndi S1'in S2'ye nisbəti 1,3'dürsə, bura məsələn M yazsaq, burada 3M yazsaq, burada 12 yazsaq və bilirik ki, 3M bərabərdir M ilə 12'nin cəminə. 2M bərabərdir 12-dirsə, M bərabərdir 6. M dediyimiz buranın sahəsi. Bura 6-dır. Onda bura nə olur? 18 olur. Bizdən S2-ni soruşur. 18. 43 də eyni tip sualdır. 44. Perimetri 24, itib uzağı 30 olan ABCD paralleloqramının bir tərəfinə bitişik budaqların tən bölənləri qarşı tərəf üzərində kəsişir. Buna da ait suallar yazdım. Yazın burada. Paralleloqramımızı çəkdik. Aha. İndi bir tərəfinə bitişik bucaqların tən bölənləri qarşı tərəfdə kəsişir. Tutaq ki, bu. Məsələn. Hər zaman bura perpendikulyardır. Bunlar tən bölən olduğuna görə. Bettadırsa, bura bettadır. Alfadırsa, bura alfadır. İndi bura 30 dərəcədir. Onu anladıq. Perimetri 24'dür. Bura A, bura B desək. A üstə gəl B vurulsun 2 bərabərdir 24'də. Buradan alırıq ki, A üstə gəl B bərabərdir 12. İti bucağı 30'dur. Bucaqların tən bölənləri qarşı tərəf üzərində kəsir. İndi bura A'dırsa, burada A'dır, burada A'dır, burada A'dır. Çünki bu A olduğuna görə bura A olur. Bu da olur 2A. O zaman A üstə gəl 2A bərabərdir 12'dirsə, 3A 12'dir, A 4'dür. A 4'dürsə bizdən nə istəyir? Paralleloqramın sahəsi. Bura 4'dür. Onda burada 8'dir. S bərabərdir. AB sinüs alfa 4 vurulsun 8 vurulsun sinüs 30. Yəni 32 yarıya da böldük. 16. Növbəti sual 45-ci sual. ABCD paralleloqramının bir tərəfinə bitişik bucaqların tənbələri qarşı tərəf üzərində kəsişir. İti bucaq 30 dərəcə olarsa, eyni sualda görürsünüz, yazın bunu. ABCD paralleloqramı, seçdim paralleloqramından. Bir tərəfə bitişik bucaqların tənbələnləri, bu səfər belə çəkim. Bura alfadırsa alfadır. Bettadırsa bettadır. Onda burada alfadır. Yenə bura A olursa bura A olur. Qarşı tərəflər bərabər olduğuna görə bura A'dırsa bu da A'dır. Onda bu da olur 2A və bu olur perpendikulyar. Hər zaman belədir. İndi perimetri 48'dir. 2A, 2A, 4A, 2A da burada var. 6A bərabərdir 48'dirsə A bərabərdir 8'ə. Bu olur 8, bura olur 16 və iti bucağı da 30 dərəcədir. Burada 30 dərəcədir. S bərabərdir. AB sinüs alfa 8 vurulsun 16 vurulsun sinüs 30. Sinüs 30 da 2'də 1'dir. 8 vurulsun 16 vurulsun 2'də 1 yani 64. Ondan sonra keçdik 46-cı suala. Sahəsi 110 olan ABCD rombunun BD diaqonalı üzərində götürülmüş nöqtədən çəkin buranı. Rombu çəkək bir dənə. Bu da olsun bizim tutaq ki rombumuz. Aha. Ne deyir? A, B, C, D. Sahəsi 110'dur. S bərabərdir 110. BD diaqonalı üzərində götürülmüş nöqtədən. BD diaqonalımızı da çəkirik. Çəkdim. AB tərəfinə qədər məsafə 4'dür. AD tərəfinə qədər məsafə isə 6'dır. Məsələn, tutaq ki, buradan bir dənə belə bir perpendikular, buradan da belə bir perpendikular çəkdim. Bura 4'dür.
Məsafə dediyi perpendikullardan söhbət gedir. Bu da 6-dır. Rombun perimetrini istəyir. İndi bilirik ki, diagonal rombun sahəsini yarıya bölür. Rombun sahəsini yarıya bölürsə, bunu mən bu şəkildə birləşdirsəm, bura A-dır, bu da A-dır. Burada alınan üçbucaq var. Məsələn, bir K nöqtəsi deyək. A, K, B üçbucağının sahəsi 4 vurulsun A bölünsün 2, yəni 2A olmuş olur. A, K, D üçbucağının sahəsi 6 vurulsun A bölünsün 2, bu da 3A olmuş olur. 2A və 3A sahələrdir. 2A üstəgəl 3A bərabərdir 5A və bu rombun yarısının, yəni bu diagonal yarıya bölündü, yarısının sahəsidir. Bax, tamamını da götürək. Tamamı 5A, 5A, 10A olmuş olur. Bərabərdir 110'a. Onda A bərabərdir 110'u bölürük 10'a, 11'e. Rombun tərəfi 11'dirsə, perimetri 4A olduğuna görə 4 vurulsun 11, yəni 44 olmuş olur. Perimetri olur 44. Keçdik digər suala. 47-ci sual. Deyir ki, uyğunluğu müəyyən edin. Eləyək. Bunun üçün nə edirik? Yer açaq burada. Verilənlərin üstündə qeyd edək və yazaq. Nə var? AB 5'dir. Aha. A'yı tənbölən bura alfa yazsaq, burada alfadır. Daxili çarpaz bucaqlar olduğuna görə bu ikisi bir-birinə bərabər alfadır. Bu 5 ise burada 5'dir. Sonra AD 12'dir. AF 15'dir. Buradan buraya kadar 15'dir. Bu 12 ise bura 3 olmuş olur. Şimdi bu 5'dirsə bu da 5'dir. CF 4'dür. İndi baxaq. ABY'nin sahəsi, ABY'nin sahəsi oturacağı 5 hündürlüyü də 4 olaraq düşünsək, yəni buradan belə çəksək hündürlüyü 4'dür. Yəni SABY bərabərdir 2'də 1, 4 vurulsun 5. Bu belədir 10. Var mı? 10 var. B bəndi bura gəldi. Ondan sonra nə var? 2'də 1 B'ye vurulsun C, 2'də 1 B'ye vurulsun CF. Bu elə ABY'nin sahəsini verir bizə. Y də bura uyğun oldu. Bundan sonra ABCD'nin sahəsi. Oturacaq var, yəni tərəfin biri var, hündürlük var. SABCD bərabərdir 4 vurulsun 12, yəni 48. A bəndi bura uyğun oldu. Sonra 2AYD'nin sahəsinin 2 misli. Bəli, çünki hər zaman qonşu təpə nöqtələrindən xətti çəkib qarşı təpə tərəfi də birləşdirsək, burada alınan üçbucağın sahəsi paralleloqramın sahəsinin yarısıdır. O zaman bunun sahəsini 2'yə vursaq bizə paralleloqramın sahəsini verir. Yəni bu da ABCD'nin sahəsidir. Qaldı bir dənə C, C də yəqin ki bura uyğun olacaq. Baxaq indi. AYCD. Burada bir dənə trapesiya var. Oturacaq. Bura 5 və ümumi 12'dirsə bu olur 7. 7 üstə gəl 12 bölünsün 2 vurulsun, hündürlük də 4'dür. Bu da verir bizə SAYCD'ni. İxtisar elədik 2. 7 üstə gəl 12, 19, 2'ye də vurduq, 38 də budur. Bu da C olmuş oldu. Digər sual. 48. Uyğunluğu müəyyən eləyin. Eləyək. Üçbucağın tərəfləri 16, 8'dirsə, bu birinci. Bu 100% düzbucaqlı üçbucaq. Fəqət verəmin şərtin ödəyir. Bura 6, bura 8, bura 10'dur. Düzbucaqlı üçbucaq. O zaman sahəsi nə edir? S bərabərdir 2'də 1, 6 vurulsun 8, yəni 24 eləyəcək. Sahəsi 24'ə bərabərdir B. Rombun tərəfi 8, iti bucağı 30'dur. S bərabərdir A kvadratı sinus 30, yəni 8'in kvadratı vurulsun, sinus 30 da 2'də 1'dir. 64 yarıya böldük, 32 oldu rombun sahəsi. Kvadratın diagonalı 3 kök 2'dirsə, bilirik ki bu A kök 2'dir. A olur 3, onda sahəsi olur A kvadratı. Yəni 9 və ya D kvadratı bölünsün 2 də yaza bilərdik. Eyni şeydir, sahəsi 9 bura gəldi. Sahəsi 12 heç-birinin hündürlüyü 4'ə bərabərdir. Rombda olacaq yəqin ki bu. Çünki uzaq 30 dərəcədir. Tərəf 8'dirsə, buradan bir dənə hündürlük çəksək, 30 dərəcə uzaq qarşıda duran katet betonun yarısıdır, yəni 4'dür. Bax, bu da olur. Sonra digər sual 49. Yenə uyğunluq sualıdır. Uyğunluğu müəyyən edin deyir. Eləyək. Rombun tərəfi 6 cm, iti bucağı 60 cm-dir. Onda S bərabərdir A kvadratı sinus 60, yəni
6'nın kvadratı vurulsun. Sinüs 60 kök 3 bölünsün 2. 36'nı yarıya böldük. 18 kök 3 var mı? Var. Deyəndə bunu yoxladım. Üstbuzağın tərəfləri 13, 5, 12 isə bu da düzbucaqlı üstbucaqdır. Bura 13, bura 5, bura 12 olunub. Pifaqor teoremini ödəyir. Sahəsi S bərabərdir. 5 vurulsun 12 bölünsün 2, yəni 60 eləyir, 30 eləyir. 30 eləyir sahəsi. B variantı gəldi bura. Kvadratın diaqonalı 4 kök 2-dir. 4 kök 3-dür hətta. Belə yazaq. D bərabərdir. D bərabərdir. 4 kök 3. S bərabərdir. D kvadratı bölünsün 2. Yəni 4'ün kvadratı 16 vurulsun 3 kök itir. Bölünsün 2. 8 vurulsun 3. 24 də bu eləyir. Ondan sonra hündürlüyü 3 kök 3'dür. Romba baxaq. Rombda ola bilər bu. Aha, buradan çəkdik. Bura 60'dır. Tərəfi 6'dır. O zaman bu 30'dur. Bu da 90'dır. 90'ın qabağındakı 6, 30'un qabağındakı 3'dür. 60'ın qabağındakı 3 kök 3'dür. Hündürlüyü 3 kök 3'dür. Gəldi çıxdı bura. Yəni bu da oldu. Romba aiddir. Hara getdi bura. Hündürlüyü 13'e bərabərdir. Kvadratda 13 yoxdur. Üstbuzağın tərəfində 13 ola bilməz. Və sələm. Digər sual. 50-ci sual. ABCD paralelogramında O diaqonalların kesişmə nöqtəsidir. Aha, BM MC'ye bərabərdir. ABCD paralelogramın sahəsi də 32 olarsa, MOC üstbuzağın sahəsini tapın buranı. Bilirik ki, diaqonal paralelogramın sahəsini yarıya bölür. Böldü. Buranın sahəsi 16, ABC üstbuzağın sahəsi də 16'dır. Və bu orta nöqtədir. O nöqtəsi də AC'nin orta nöqtəsidir. Bunu birləşdirəndə burada orta xətt alınır. Orta xəttin üstbuzaqdan ayırdığı üstbuzağın sahəsi ümumi üstbuzağın sahəsinin 4'də 1'i qədərdir. Yəni üstbuzağın da ABC'nin sahəsi 16 tapdığımıza görə 4'ə böldük, 4 eləyəcək. Bu MOC'nin sahəsi 4. Eyni şey 51'e aiddir. Eyni tip sualda görürsünüz. Özünüz yaza bilərsiniz. Gəldik 52'ye. Deyir ki, ölçüləri 4, 6 olan düzbucaqlı formasında torpaq sahəsi var. Bunun ölçüsü 4'dür, bunun ölçüsü 6'dır. Sonra deyir ki, küncləri bu sahənin tərəflərinin orta nöqtələri olan şəkildəki kimi dördbucaqlı formasında hovuz tikdilər. Yəni buradakı bu hovuzdur bu, rənglənmiş hissə hovuzdur. Hovuzun sahəsini istəyirik. Demək, orta nöqtə olduğuna görə 2, 3, 3, 2, 2, 3, 3, 2. Bu şəkildə bölünür tərəflər. Görürük ki, burada alınan bu kənardakı bu düzbucaqlı üstbucaqlar konqurent üstbucaqlardır. Ne edirik biz burada? Ümumi böyük bu düzbucaqlının sahəsini taparıq. 4 vurulsun 6, 24. Bu üstbucaqlardan birinin sahəsini taparam. 2 vurulsun 3 bölünsün 2, bu da elədir 3. Bunun sahəsi 3, burada 3, bu da 3, bu da 3. 4 tane üstbucağın sahəsi var. 4 vurulsun 3, bu da oldu 12. 12'dirsə, ümumi sahədən bu kənardakı sahələri çıxarıq da. Yəni 24 çıxılsın 12, ümumi bu hovuzun sahəsi olacaq 12. Eyni şey 53'də də var. Eyni qayda ilə yaza bilərsiniz. 54'ə baxaq biz. AB 4'dür. BAD iti bucağı 60'dır. Buradan yazın, burada qarışıqlıq olmasın deyə. M nöqtəsi BC tərəfi üzərində ixtiyari bir nöqtədir. AM'də üçbucağının sahəsi 7 kök 3'dürsə paralelogramın perimetri. İndi bilirik ki, bax, bu formada verilən bir üçbucaq varsa, bu üçbucağın sahəsi paralelogramın sahəsinin yarısıdır. İndi üçbucağın sahəsi 7 kök 3'dürsə, paralelogramın sahəsi 2 vurulsun 7 kök 3, 14 kök 3 olmuş olur. Paralelogramın bir tərəfi var, iti bucağı var. Digər tərəfə də bir dənə A desək, S bərabərdir. A vurulsun 4 vurulsun sinus 60 və bu bərabər olub 14 kök 3'ə. İndi 4A vurulsun sinus 60 kök 3 bölünsün 2 deməkdir. Bərabərdir 14 kök 3'ə. Kök 3'ləri ixtisarladık. 4 ilə daha ixtisarlayanda 2A bərabərdir 14 olanda A bərabərdir 7. İndi bura oldu 7, bu da oldu 4. Perimetri bizdən istəyir. Buradan da davam edirəm. P bərabərdir 2 vurulsun 4 üstə gəl 7. Bu da eləyəcək 22. 54'ün cavabı. 55. 55-ci sual. Gəlin bunu götürün. Biraz böyük bir şəkildə çəkək. Rahat. Geniş bir yerdə yazaq. Götürdüm. Və bunu yazaq. İndi nə deyir? Paralelogramda A və D bucaqların tənbölən. Bunlar tənbölənlərdir. Bura alfadırsa alfadır. Bettadırsa bettadır. Onda avtomatik bu düzbucaqlı üstbucaq olur.
Ondan sonra AY 8'dir, YD 2'dir. ABC'de 120 olarsa AB tərəfin uzunluğunu tapın. O zaman biz bu hündürlüyü tapa bilərik. H kvadratı bərabərdir MN düsturuna görə. H kvadratı bərabərdir 2 vurulsun 8, 16. Bu olur 4. 4'dürsə, mən buradan belə bir hündürlük çəksəm, onu belə uzatsam. Aha, bura betadır. Tutaq ki, bu alfadır. Bu ikisinin cəmi 90 olduğuna görə avtomatik bu da alfadır. Bu beta, bu 90'dırsa, bu ikisinin cəmi 90 olması üçün bu da alfadır. Burada görürsünüz, kongruent üçbucaqlar əmələ gəldi. Yəni, bir tərəf ona biçi 2 bucaq, digər üçbucaqda bir tərəf ona biçi 2 bucağa bərabərdirsə, bu üçbucaqlar bərabərdir. Demək, alfanın qabağındakı 8-dir, bu da 8-dir, bu da 4'dür. İndi bunu niyə çəkdim? Bir də buradan belə çəkəcəm bunu. Eynisini belə uzatsam. Uzatdım. Eyni şey burada da var. Bura alfadırsa betadır, 90 olduğuna görə. 90'dır. Bura alfadırsa cəmi 90 olsun, bu da betadır. Burada da 2 dənə kongruent üçbucaq əmələ gəlir bunlar. İndi betanın qabağındakı 2'dirsə, burada da betanın qabağındakı 2'dir. Alfanın qabağındakı 4'dirsə, burada da alfanın qabağındakı 4 olacaq. O zaman paralleloqramın hündürlüyü nəyə bərabər oldu? 8'e. 8'dir. Sahəsi də 120'dir. S bərabərdir 120'dirsə, onda S bərabərdir AH düsturuna görə, yəni 8 vurulsun A 120 olduğuna görə A bərabərdir 15 olur. Bura olur 15. İndi X demişdik. 15. A yazın. 15. AB tərəfin uzunluğunu istəyir. O da 15 olmuş oldu. Digər sual. Bu da eyni tip sualdır. Da bunu da özünüz yazarsınız. Diyeyim. Yaxşı yazın bunu da. Elə yekunlaşdıraq. Bunu da götürdüm. Rahat bir formada. ABCD paralleloqramında A və B bucaqlarının təminləndikləri eyni qayda ilə çəkəcək bunu. K nöqtəsində kəsişirlər. AY 9'dur. Bu perpendikulyardır. Çünki bura alfadır, alfadır. Buna beta desəm, bu da betadır. Və bu 90 olmuş olur. Alfa ilə betanın cəmi də 90'dır. BC 7'dir. BY 4'dür. 9 vurulsun 4, 36. Buna biz H desək, yəni KY'nin kvadratı bərabərdir. 4 vurulsun 9. 36 olduğuna görə KY eləyir 6. Bura 6'dır. Aha. Sonra BC 7'dir. Paralleloqramın sahəsini bizdən istəyir. Bunu belə çəksəm, yenə bayaqki kimi. Burada kongruent üçbucaqlar əmələ gəlir. Betadırsa alfadır, cəmi 90 olması üçün burada alfadır. Bir tərəf, ona bir 2 bucaq, hər iki üçbucaqda var. O zaman betanın qarşısındakı burada 6'dırsa, burada da 6'dır. Və bunu belə uzatsaq, bura betadır avtomatik, alfa ilə betanın cəmi 90 olmalıdır. Burada beta olmuş olur. Yenə burada kongruent üçbucaqlar əmələ gəlir. Bir tərəf və ona bir 2 bucaq. İndi alfanın qabağında 6'dırsa, burada da alfanın qabağında 6'dır. Onda hündürlük nə eləyir? Bu da perpendikulyardır. Hündürlük eləyir 6, 6, 12. Tərəfdə 7 olduğuna görə, burada 7'dir, bu da 7'dir. O zaman S bərabərdir AH, yəni 7 vurulsun 12, 84.